Bu şeiri dostum şair Pərviz Arifə ithaf eləmişdim. Nədən qorxursan axı? Ölümdür də, bir gün hamı dadacaq. Yaxamızdan yapışıb anamızı ağladacaq. Ölümdür də, gələndə bir anamızdan, bir də sevdiyimiz qadından çıxıb gedəcək. 3-də 3, 7-də 7, 40-da da 40 nəfərin yadından çıxıb gedəcək. Bu yer kürəsi bizə də qalmayacaq, öləcəyik. Cəmi bir dəfə anamız namaz üstündə olmayacaq, öləcəyik. İnsan unutqandır. Bir gün hamı nəfəs almağı unudub ölür. Biraz da həyasızdır. Hərdən də yaşamağın üzünə qayıdıb ölür. Yaxşı olardı bir şirin yuxu ilə başımızı qatıb durmamaq. Dünən bir kardioloq da bu haqda danışırdı. Dünyanın ən yaxşı ölümü imiş yatıb durmamaq. Şair, ölümdən qorxma, qorxma sən Allah. Mən də qorxmuram. Hərdən əlimi açıb deyirəm ki, canını almağa məndən yaxşısını tapan deyilsən Allah.